Elə bil ki yatmışam, başqa yerdə oyanmışam. Buralar gül çiçəkdir, ətirə boyanmışam. Hər kəs mənimlə gülür, fəxrlə dayanmışam. Sən demə mən əzəldən belə qəhrəmanmışam. Elə bil ki yatmışam, başqa yerdə oyanmışam. Buralar gül çiçəkdir, ətirə boyanmışam. Hər kəs mənimlə gülür, fəxrlə dayanmışam. Sən demə mən əzəldən belə qəhrəmanmışam. Atamın ürək sözlü qalır, mən onu görməliyəm. Anam gözü nəmli qalır, göz yaşın silməliyəm. Yarım kədər qəmli qalır, üzünü güldürməliyəm. Ağlamasın, deyin ona ağlamasın, mən rahatam. Atamın ürək sözlü qalır, mən onu görməliyəm. Anam gözü nəmli qalır, göz yaşın silməliyəm. Yarım kədər qəmli qalır, üzünü güldürməliyəm. Ağlamasın, deyin ona ağlamasın, mən rahatam. Bugün şəhid Tahirin şəhid olmasından artıq 5 il ötür. Allah ruhun şad eləsin. Nəsib olub, qismət olub, bizə şərəf olub ki, bugün onun anası bizimlə, Ruhiyyə xanım, mübarək ümrə ziyarətindədir, Məkkə Mədinə ziyarətindədir. Və eşidəndə ki, Ruhiyyə xanım ümrə ziyarətinə gələcək, mənə dedilər ki, ayın 13-ü Tahirin ilidir, bilmirik o gələr, gəlməz. Amma, yəni biz sirr açım, amma eşidən kimi Ruhiyyə xanım deyib ki, elə mənim üçün ən gözəl odur ki, onun il mərasimini, anım mərasimini elə Məkkədə qeyd edeyim. Allah onu şad eləsin, Allah onlara səbir versin, bütün şəhid analarımıza Allah səbir versin. Sevdi xanım da buradadır, şəhid Tacəddinin Qələndərin anası. Allah ona da səbir versin və cəmiyyən şəhidlərimizin ruhlarını Allah şad eləsin. Biz adət eləmişik ki, biri dünyasını dəyişəndə deyək Allah rəhmət eləsin. Amma şəhidlərə rəhmət demək ehtiyac yoxdur. Çünki şəhid özü, Allah onlara belə bir qüdrət verib ki, özü rəhm eləyəndir, özü rəhmət eləyəndir, şəfaət eləyəndir. Bəli, Quran-ı Kərimdə ayət ki, şəhidlər ölməzdir. Onlar cismən sizin aranızda yoxdurlar, amma əsl həqiqətdə onlar sağdırlar, sizinlə bir yerdədirlər və sizinlə yaşayırlar. Allah onlara o qüdrəti verir. Bəli, biz də ümidimiz budur ki, o şəhidlərimiz və şəhid Tahir qardaşımız bizlərə həm bu dünyada, həm axirətdə, ülvada şəfaətçi olacaq. Allah bütün cavanı ölənlərin ruhun şad eləsin ki, o cavanların, onların anasına, atasına, yaxınlarına Allah səbir versin, o cümlədən şəhid valideynlərin. Mən çox danışmayayım, elə istəyirəm Ruhiyyə xanım bir neçə kəlmə özü desin, Tahir haqqında danışsın. Çox minnətdaram, həqiqətən. Bugünkü gündə mən ümrə ziyarətindəyəm. Çox istəmişdim. Həqiqətən də gəldim bura. Sizinlə, bu da hamı mənim bacılarımdır. Tahir haqqında nə danışa bilərəm? Tahir 16 yaşında olanda dedi mənə ki, mən şəhid olacağam. Mən ona dedim ki, sən nə bilirsən şəhidlik nə deməkdir? Dedi, şəhidlik böyük, uca bir zirvədir. Mən bilmirdim şəhidliyin dərəcəsini. Yəni, o qədər yaşım da olsa bilmirdim. Amma 16 yaşında uşaq mənə deyildi ki, şəhid olacağam. Böyüdü, gəldi 17 yaşına. Biz istədik onu əskərlikdən qutaraq. Dedi, mən qutarmayayım. Mən əskər gedəcəm. Getdi əskər. Gəncəyə düşdü. Biz ona həmişə zəng eləyəndə deyirdi, mama hər şey yaxşı olacaq. Narahat olmayın. Ailə canlıydı. Ailəsini sevirdi yəni. Hələ orada olarkən 13 yaşından bizə baxıb, yəni ailə dolandırıb. Atası infaq keçirdiyinə görə bu ailəsini dolandırıb. Hələ əskər olarkən deyirdi ki, neysə ehtiyacınız varsa öz maaşımdan göndərin, atamın dərmanlarını alın. Biz ona deyirdik ki, hər şey yaxşıdır, yaxşı dolanırıq. Sənə pul lazımdırsa biz göndərik. Deyirdi, yox. Biz ona cəmi cümlətanə 10
15 ayın əskəri olmaq şərti ilə 350 manat pul göndərmişdik. Necə? Xırda-xırda. 10 manat, 20 manat. Axırıncı günlər idi, müharibə hələ başlamamışdı. Aprel döyüşlərində Polad Haşimov şəhid olanda o çayçıda olub, elə bir dostları ilə də, əskər yoldaşları ilə. Orada əskər yoldaşlarına deyib ki, müharibə başlayacaq, mən şəhid olacağam. Deyiblər, niyə elə deyirsən Tahir? Deyib, mən bilirəm, siz görəcəksiniz. Ən birinci könüllü olan mən olacağam. Elə də olub. Müharibə başlamaq üçün özünü könüllü yazdırıb. Hələ birinci də könüllülərin içində o olub. Ona bir neçə əskər baxıb, özlərini könüllü yazdırıb. Füzuli rayonunda şəhid oldu, ayın 13-ü bugünkü gün. Düz üstündən 5 ildir keçir. Yəni ki, kişi kimi uşaq idi, yəni böyük. Hər şey yeri yerində bilirdi. Namazını qılırdı, oruç tuturdu. Namaz qılmağını mən bilməmişəm. Heç vaxt bilməmişəm ki, o namaz qılır. Yəni evdə namaz qılmıyor. Məsciddə qılıb, mağazində qılıb. Mağazində qılanda orada onlara deyib ki, mənim atam bilməsin ki, mən namaz qılıram. Yəni heç kəs bilməsin, burada mən namaz qılıram. Sonra o şəhid olandan sonra mağazindəki satıcı dedi ki, Tahir burada gəlib namaz qılır və onun möhrü var burada. Mən onda bilmişəm ki, uşağım namaz qılır. Allahı sevər idi. Allaha çox bağlı idi. O mənə deyirdi ki, mama, inşallah mən səni meşət ziyarətinə göndərəcəm. Qoy gedim, gəlim. Getdi, gəldi. Mən meşət ziyarətində də oldum. Çox şükür Allahıma. Kərbəlada da olmuşam. Şükür olsun Allaha. İndi ümrə ziyarətindəyim. Allah sizlərə can sağlığı versin. Əziyyətiniz çəkirsiniz. Çox sağ olun ki, bugün də əhsan verdiniz. Tahir qardaşımızın 5-ci il dönümüdür. Ruhiyyə xanım onun haqqında danışdı. Səfərimizin Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Bəli, mən onun tarixini mütaliə edəndə oktyabrın 13-ü şəhid olub, amma dəfn olunub ayın 30-u. Ona görə 30-undan rayonun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 17 gün neytralda qalıb, amma ayın 30-u Məştəqada şəhid olub. Bəli. Allah ruhunu şad, inşallah ruhuna bir Quran-ı Kərim oxuyaq. Verilən ihsanatı Allah dərəcəyə qəbul eləsin inşallah. Peyğəmbər və ali Peyğəmbərə salavat. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin. والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون لقد حق القول على أكثرهم فهم لا يؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وسواء عليهم